Siz məndən soruşdunuz ki, ABŞ-nin 500 ən böyük şirkətinə, yəni S&P 500 indeksinə Azərbaycandan necə pul yatırmaq olar? Gəlin öyrənək. BB müştərisi deyirsinizsə, ilk olaraq hesablar bölməsinə gəlirsiniz və DG hesabı açırsınız. DG hesabı dollardan açın. Sərfəlidir. Demək olar ki, komissiya falan heç nə yoxdur orada. Sonra həmin bu hesaba dollar yatırmalısınız. Və ondan sonra dollar yatırandan sonra gəlirsiniz investisiya bölməsinə bura aşağıda. Mən 5500 dollar yatırdım. Sizə göstərim nə etmək olar. Əgər sizdə olmayacaqsa pul, burada mədaxilə basırsınız və həmin o hesabdan bura pulu mədaxilə edirsiniz. Pul olandan sonra girirsiniz səhim əlavə et. Azərbaycanda S&P 500 indeksinə birbaşa almaq olmur. Bu səbəbdən biz Vanguardın ETF-ini alacağıq. ETF nədir? Mən öz kursumda bunu ətraflı izah edəcəm. Burada vaxtımız azdır. Onun kodu VOO-dur. VOO. 634 dollaradır. Qiyməti düşübdür. Bu yaxşıdır. Aşağıda olanda almaq lazımdır, nəinki yuxarıda olanda. Giririk, bunu alırıq. Bunu seçirik. Limit, stop, marketing, touch nədir? Bunun ayrıca kursumuzda keçəcəyik. Hal-hazırda sadəcə sizə nümayiş etdirəm ki, bunu necə ala bilərsiniz. Davam et. Biz bir paylıq 634 dollarlıq paylıq. Komissiya 254 dollar olacaqdır. Prinsipcə də çox da pis deyil. Azərbaycan reallıqları üçün basırıq al. Təsdiqləyirik. Sifariş bağla. Yeganə problem S&P 500-dən odur ki, halal investisiya deyil. Halal investisiya etmək istəyirsinizsə, biz başqa bir şey edəcəyik sizinlə. S&P-dən təmizlənmiş qeyri-halallara çıxsa, bir neçə dənə FTU var, biri Spustu, Sharia Compliant-dir. Gördüyünüz kimi 51 dollardır. Gəlin bir dənəsini bundan da alaq sizinlə. Bir dənə bundan alam. Al. Təsdiqlə. Bağla. Bu səhimi də aldıq.